Orta dəhliz geniş bir anlayışdır və bu orta dəhlizin son dövrlər biz bilirik ki, yeni komponentlər əlavə edilməkdədir və əminəm ki, Zəngəzur dəhlizinin yaxın müddətdə açılmağından sonra Zəngəzur dəhlizi də orta dəhlizi tamamlayıcı rolda oynayan bir komponentə çevriləcək və bilirik ki, bugün az öncə də qeyd etdik, yük daşımalarının həcmində kifayət qədər artım var. Yəni tələbat getdikcə daha da çox artır və belə bir vəziyyətdə Zəngəzur dəhlizinin işə düşməsi əslində orta dəhlizlə hansı ki, bugünkü mövcud olan Bakı-Tbilisi-Qars və ya Gürcüstan üzərindən olan istiqamətində daşınacaq yüklərin demək olar ki, həcminə heç bir təsir etmədən yenə əlavə yük götürücü bir istiqamət kimi ortaya çıxacaq və Zəngəzur dəhlizinin açılması əslində bu təkcə yük daşımaların Çin və Avropa İttifaqı arasındakı istiqamətinə təsir etməyəcək. Eyni zamanda Azərbaycanın özünə də dünya okeanına çıxış üçün yeni alternativ imkan verəcək. Bugün bilirik ki, Azərbaycana gələn və ya Azərbaycandan gedən yüklər əsasən Qara Dəniz üzərindən, yəni Gürcüstan vasitəsilə və cənub istiqamətində İran üzərindən gedir və hazırki regional vəziyyəti nəzərə alsaq, Azərbaycan üçün mütləq şəkildə alternativlər, daha etibarlı belə deyək, marşrutlar lazımdır ki, bu baxımdan Zəngəzur dəhlizinin açılması Türkiyə üzərindən Azərbaycanın dünya okeanlarına daha etibarlı çıxışını təmin edəcək.